Gözlənilməz bir nəticədir bu. Klergot pərdən istifadə etmədi. Yenə çox çətin cəhd edəcək NTD basketbolçuları. Vadim Kuramşin də bu tapşırığı ötürməyin olduğunu deyir, lazım olduğunu bildirir Klergot. Basketbolçularına göstərdi kənardan Klergot. Orta məsafə yaxın ikili var idi sanki Bakı İdman Sarayında, onlarda böhran davam edirdi. Cavabda içəriyə girdi. Ötürmə idealdı və Elijah'dan Keon Klergot içəriyə girməyə çalışır hər vəclə. Klergot Sumqayıt üçün. Klergot baxın üçlü atır Sumqayıt və bugün onlar yaxşı. Yerközdən sərt agresiv müdafiə Keon Klergot'dan. Birə-bir qaldı Montgomery ilə. Keon Klergot girdi rəngli sahəyə. Pull-up. Top səbətdən Terkos. 28-25 edir içəridə. Burada boş qalmışdı Elijah Hutchins. Evet. Oğuzhan Quliyevonu müdafiə edir. Keon Klergot. Və eyni oyun fəlsəfəsi yenə davam edir Sumqayıt klubunda. Keon Klergot önünü çox yaxşı boşaltdı. Keon tərəfdən izləmişdi amma sonradan bu basketbolçunun oyununda bir eniş var.